Bəli, mənim əziz dostlarım, 3-cü hissədə biz yenidən görüşürük. Danışıq tərzindən bayaq danışırdım sizə, bəhs edirdim. Dediyim kimi, aktyor fonetikaya da, öz fonetikasına, danışıq tərzinə də çox böyük önəm verməlidir, diqqət eləməlidir. Məsəl üçün biz, məsəl üçün deyək ki, belə bir söz işlədirik. Məsələn, mən kiməsə deyirəm ki, mən sənin qələmini götürmüşəm. Aktyor bunu bu formada deməlidir. Mən sənin qələmini götürmüşəm. Amma normalda biz gerçək həyatda öz danışıq tərzimizdə belə deyirik. Mən sənin qələmini götürmüşəm. Qələmini. Burada vi işlədirik, amma əslində bu vulqar söz kimi çıxır. Burada vi demək əslində doğru deyil. Biz əslində bunu gündəlik həyatımızda da, gündəlik yaşamımızda da istifadə etməli deyilik, amma məsələn mən istifadə etmirəm, amma bilirəm ki, sizlər istifadə edirsiniz. Bu əslində doğru deyil. Hələ bunu dediyim kimi, bu sənətdə qətiyyən istifadə etmək düzgün deyil. Mən sənin qələmini götürmüşəm. Bu cür formada deməliyik. Bundan əlavə bizdə çox vaxt rus sözlərindən istifadə edilir. Mən buna həmişə qarşı olmuşam. Yəni tamaşada da, film, serial çəkişlərində də görürəm. Rus sözlərindən çox istifadə edilir biz hal-hazırda. Bu düzgün deyil. Bizim Azərbaycan dilimiz var. Biz Azərbaycan dilindən istifadə etməliyik. Məsəl üçün gündəlik həyatımızda da uje deyirik, yəni artıq mənasında. Xeyr. Biz elə birbaşa artıq sözündən istifadə etməliyik. Bu cür şeylərə yəni diqqətlə yanaşmaq lazımdır. Yəni mütləq sözlərin hardakı vergül var, həmin o cümləmizi tələffüz edərkən o vergülə uyğun olaraq intonasiyanı o cür qurmaq lazımdır. Sadəcə vergül nida olsun, sual olsun. Yəni biz əlbəttə ki, aktyor artıq bu şeyləri öyrəndiyi üçün, bunları əzbər bildiyi üçün o sözlərini əzbərləyəndə də, səhnədə oynayanda da bunlara fikir vermir. Çünki artıq o bunların məşqini həmişə elədiyi üçün, qabında olduğu üçün o elə bilin ki, artıq birbaşa bunları avtomatik necə olmalıdır, elə o tərzdə də oynayır. Amma bu sənətə ilkin başlayanlar üçün bu çox önəmlidir. Yəni, məsəl üçün, deyək ki, ilk dəfədir səhnəyə çıxırsınız və ya səhnəyə çıxmamısınız, sadəcə özlərinizə məşq edirsiniz. Bu zaman həmin o cümlənizi demədən öncə onu ilk öncə beyninizdə, amma sürətli bir şəkildə yazın. Onun harasında vergül var, harasında nida var, harasında sual var, harasında nöqtə var və ona uyğun intonasiyanızı beyninizdə kəşf edin, qurun. Sonra onu o intonasiya formasında deməyə başlayın. Yəni birbaşa necə yazılıbsa elə formada da deməyin. Çünki necə yazılıbsa elə deyəndə, daha doğrusu intonasiyaya fikir verməyəndə, oradakı duyğu işarələrinə fikir verməyəndə, həmin o cümlənin tərkibindəki, sözün tərkibindəki məna da, duyğu da itir. Və artıq tamaşaçıya siz o hissi ötürə bilmirsiniz. Mən neçə uşaq tanıyıram ki, çıxırlar səhnəyə, sözü o formada deyirlər ki, bilinmir onlar orada sualımı verir, nida formasında olan cümləmi işlədir, yoxsa bitmiş bir fikrimi ifadə edir, ondan sonra bir şey gələcəkmi, yəni başa düşmək olmur. Bunun həqiqətən yəni, çox böyük önəmi var. Fikirləşin ki, siz əzbərinizi doğru etmədikdə, aktyorluqda əzbərin də çox böyük önəmi var. Əzbəriniz çox gözəl olmalıdır. Məsəl üçün, Arka Sokaklar serialında mən 20 ildir izləmişəm, çox da sevirəm o kinonu, hələ də təkrarlarına baxıram. Orada məsəl üçün əzbər olunmur, sadəcə olaraq arxadan aktyor oyunu oynayarkən arxadan söz deyilir, o da aktyor da o həmin oyunu təkrar edir. Daha sonra dublaj olunur bu. Əlbəttə ki, mən buna qarşıyam. Yəni aktyorun əzbəri çox güclü olmalıdır. Aktyorlar və bu aktyorlar onu əzbərləyib əzbər formada deməlidirlər. Amma əlbəttə ki, əzbər formada mən bu gün işə gedəcəm, işdən çıxandan sonra da evə gedəcəm. Ondan sonra da evə gedən kimi də tez yatacam. Bu formada yox. Yəni duyğu ilə əlbəttə ki. Və sırf aktyor sənətinə təzə başlayanlarda bunu bilməlidirlər ki, intonasiya necə olmalıdır, bunu ayrışdırıb başa düşməlidirlər. Mən bugün işə gedəcəm, bitmiş bir fikir. İşdən çıxan kimi evə qayıdacam, evə gedən kimi də yatacam. Burada əlbəttə ki, intonasiyaya çox böyük diqqət yetirmək lazımdır. Bunu dediyim kimi, təzə aktyor sənətinə başlayanlar
Bunu ilk öncə onlara tövsiyəm sürətli bir şəkildə əlbəttə ki, beyində yazmaq, təhlil etmək daha yaxşıdır. Əgər elə alınmırsa, elə eləyə bilmirlərsə, kağızda məsəl üçün özləri üçün yazsınlar, duyğu işarələrinə fikir versinlər, intonasiya harda, necə olmalıdır fikir versinlər və elə oynasınlar. Əziz dostlar, aktyor sənətində bir də çox böyük nüanslardan biri bədən dilidir. Bədən dilinin üzümüzdəki emosiyalar qədər bu sənətdə çox böyük önəm var. Dediyim kimi, aktyor sənəti nədir? Duyğunu ötürmək, ifadə etmək. Və bu duyğunu biz nələrimizdən ötürə bilərik? Əlbəttə ki, üzümüzdəki davranışlarımızla, emosiyalarımızla, məsəl üçün, hissli olanda necə oluruq, təəccüblənəndə necə oluruq, sevinci təəccübdə necə oluruq və ya sadəcə sevinəndə necə oluruq, belə ağlamağa başlayanda, kədərlənəndə necə oluruq? Bütün bunlara fikir vermək lazımdır. Və aktyor sənətində dediyim kimi, emosiyalarımız qədər bizim bədən dilimiz, hərəkətlərimiz də çox böyük önəm kəsb edir. Yəni jestlərimiz. Yəni məsələn, deyək ki, yalan danışanda qulağımızın arxasını qaşıyırıq. Nə bilim, sıxılanda əllərimizi belə sıxırıq və ya əllərimizi qoynumuza qoyuruq. Məsəl üçün, ayaqlarımızı qatlayıb bir-birinə sıxışdırırıq. Bədən dilinin də bu sənətdə çox böyük önəmi var. Və eyni zamanda, mənim əziz dostlarım, siz bu bədən dili hərəkətlərini, jestləri, mimikaları həm özünüz kəşf eləməlisiniz ki, ən əsas məsələ budur, sizə ən böyük tövsiyəm budur. Həm də eyni zamanda siz qabağınızdakı, ətrafınızdakılardan da bunları öyrənə bilərsiniz, onları müşahidə edərək. Məsəl üçün, ailənizdən və ya sinifinizdəki uşaqlardan və ya müəllimlərdən və ya işdən, ətrafınızda kim varsa onları müşahidə edərək də, məsəl üçün, kəşf edə bilərsiniz. Məsəl üçün, mən keçən dəfə bu rolu bu cür oynadım. Daha necə ən yaxşı pikətlə çata bilərəm. Kəşf etməyə çalışırsınız, ağlınıza gəldi, lap əla. Gəlmədi, o adamı müşahidə edirsiniz. Bax, bu cür davranır. Bu hadisə qarşısında bu cür emosiya göstərir. Mən ən yaxşısı elə bunu götürüm, ondan əvəzləyim. Bütün bunları eləyərəkdən, müşahidə edərəkdən də siz özünüz üçün yeni emosiyalar, yeni emosiyanı göstərmə, yeni jest hərəkətləri də özünüz üçün kəşf edib tapa bilərsiniz. Amma dediyim kimi, mənim gözəl və əziz dostlarım, bunun üçün özlərinizdə çox çalışmalısınız. Bax, bir daha təkrar edirəm. Bu sahədə heç vaxt məqsədiniz sırf mən kinoya çəkilim, sırf mənə cəmaat görsün, olmasın. Bəzən aktyor sənəti elə bir sənətdir ki, təzə başlayanda gedərsən bir dənə, iki dənə filmdə, serialda rol alarsan, sonra bir 10 il işsiz qalarsan. Bu 10 ildə sən küsüb gedirsənsə, deməli sən artıq bu sahəni heç sevməmisən. Sən bu 10 ildə küsməməlisən, öz üzərində çalışmağa davam eləməlisən və düşünməlisən ki, sənə bir gün mütləq yenə təklif gələcək. Öz üzərində mütləq çalışmalısan. Dediyim kimi, yəni bizdə Azərbaycana görürəm, çoxsu 99% belədir. Mən özüm o 1%-in içindəyəm. 99%dir ki, mən əsas kinoya çəkilim. Heç baxmır ki, istedadı varmı, öz üzərində çalışırmı? Öz üzərində çalışmır, istedadı da yox. Danışıq tərzi heç nə, danışa bilmir. Düzəməli o dediyim fonetik səhvlərə yol verir. Amma əsas nədir onun üçün? Kinoya çəkilmək. Kinoya çəkilim. Çəkiləndə də orada ona verilən rolu, obrazı yox, sanki özünü tamaşaçıya göstərməyə çalışır. Yəni özü, məsəl üçün, mən necə Mahmud Ağalovamsa, elə fikirləşin ki, sanki tamaşaçıya özüm olan Ağalov Mahmudu göstərməyə çalışıram. Bu, əlbəttə ki, düzgün deyil. Mənə nə rol verilibsə, mən onu səhnədə, kamera önündə oynamalıyam. Yəni, mənə verilən obrazı, rolu. Amma Azərbaycanın dediyim kimi 99% belə deyil. Onlar əsas odur ki, amma onlar istəyirlər ki, sırf elə filmə, seriala çəkilsinlər və üstəlik oynadıqlarında da özlərini göstərməyə çalışırlar tamaşaçıya və onlara verilən obrazlar yox. Bu da əlbəttə ki, düzgün deyil, siz onlardan olmuyor. Mənim əziz dostlarım, bugünkü yayımlarımız başa çatır. 3 hissəli yayım elədim. Əlbəttə ki, aktyorluq sənətinə dair növbəti paylaşımlarım növbəti günlərdə də davam edəcək. Hələlik isə özünüzə yaxşı baxın. Sağ olun.